Salam əvvətiniz xeyirli olsun. Masazırda hündür bir yerdə, çox gözəl bir havası olan bir yerdə böyle bir 2 mərtəbəli 5 otaqlı həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. Ev 5 otaqlıdır, 2 mərtəbəlidir. Ancaq bu yan tərəfdə bax evin qarajı var ki, qarajına da bir yandan girmək olur və 3 mərtəbə qarajda nəzərə alsaq 3 mərtəbə nəzərdə tutmaq olar. Evin hər mərtəbəsi monolit betonludur. Sayğaclar göründüyü kimi qoyulubdur. Dayanacağa da yaxındır, marşruta da yaxındır və evin qarşı hissəsinə də gördüyünüz kimi radius darvazası var ki, və buradan da həyətinə də maşın yerləşir. Rahatlıqla həyətinə də maşın salmaq olar və yan tərəfdə bax belə bir geniş həyəti qalıbdır. Kommunal xətlərin hər biri çəkilib, kanalizasiya sistemi mərkəzidir. Bu evin üst görünüşünü bir daha göstərim. Ev çox gözəl, zövqlə təmir olunub və çox gözəl keyfiyyətli tikintisi var evin. Bir də evin həyətini, bax, elektron darvazası, belə deyək, su xətti də çəkilib. Tam şəraitli, yaşayışa tam yararlı və şəraitli vəziyyətdədir. Sənədlər də qeyd etdiyim kimi qaydasındadır. İpoteka ilə də bu evi almaq istəyənlər asanlıqla əldə edə bilərlər. Və evə daxil olduqda geniş bir dəhlizi, otaqların qapıları dəhlizi açılır. Burada dəhlizdə bax belə bir gözəl bir işlər görülübdür. Lüstrlər asılıbdır. Qapısı göründüyü kimi və burada belə bir geniş zal otağı yerləşir. Kondisioner üçün işıq xətti hər bir otaqda çəkilib, kommunal sistem hər bir otağa çəkilibdir. Birinci mərtəbənin döşəməsi deməli istilik sistemidir. Göründüyü kimi ev çox gözəl, keyfiyyətli belə bir gözəl təmir olunubdur. Pəncərələr enli pəncərələr qoyulub ki, otaqların hər birinə gün işığı düşür. Və divar kağızları da qeyd etdiyim kimi çox gözəl səliqə ilə də iş görülübdür. Dəhlizdə göründüyü kimi metlaq döşənibdir. Dəhlizə, mətbəxə, hamam otağına və birinci mərtəbə qeyd etdiyim kimi döşəməsi istilik sistemidir və monolit betondur. Yəni üstündən burada laminat vurulub, ancaq monolit betonludur. İndi onu qarajdan aşağı düşəndə göstərəcəm. Burası ikinci bir otağıdır. Birinci mərtəbədə, burası mətbəxi. Birinci mərtəbədə mətbəx. Ev çox gözəl, zövqlə təmir olunubdur və çox keyfiyyətli tikilisi var. Burada da TV üçün işıq xətti çəkilibdir mətbəxdə. İkinci mərtəbəyə qalxmaq üçün pilləkəni. Bura qaraja düşən yoldur. Qapıdır, yəni onu da göstərəcəm sizə. Burası birinci mərtəbədə yerləşən hamam otağı. İndi isə ikinci mərtəbədə, deməli bax bu aşağıya, birinci mərtəbədə qeyd etdik ki, bu aşağıya doğru qarajına düşək və bu qarajda da göründüyü kimi bir daha qeyd edim ki, bax burada da gördüyünüz kimi monolit betonludur. Bayaq əvvəldə göstərdiyim bax həmən bu qapısı, elektron darvazası və otağın da altında göründüyü kimi bax belə bir otaqlar var burada. Gələcəkdə istədiyiniz kimi də istifadə etmək olar. Buradan otaq kimi də, mətbəx kimi də hər cürə şərait yaratmaq olar. Yəni alıcının öz zövqünə baxır. Nə cür istəsə qarajdan da o istifadə edə bilər. Maşın da yerləşir rahatlıqla. Kombi üçün də yeri burada hazır vəziyyətdədir. Mətbəx kimi də istifadə etmək olar burada. Birinci mərtəbə ilə və qarajla tanış olduq. İndi isə ikinci mərtəbə, yəni qarajla nəzər alsaq, üçüncü mərtəbə ilə tanış olaq. Burada isə 3 geniş yataq otağı və hamam otağı yerləşir, balkonu yerləşir. İlk öncə bu otaqdan göstərim ki, bura bir yataq otağı. Göründüyü kimi də otaqların hər birisinin pəncərələri genişdir, otaqlar işıqlıdır. Bura ikinci bir yataq otağı. Bir daha qeyd edim ki, videoda da əvvəldən demişdim ki, TV üçün də işıq xətti hər bir otaqda çəkilib, kondisioner üçün də. Bura isə üçüncü bir yataq otağı.